Her vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Respublika çempionatı U9 liqasında Rofum komandası növbəti oyununa çıxır. Komandanın rəqibi Bayer Baku komandasıdır. Oyun bir qədər gec başladı. Buna səbəb Bayer Baku komandasının heyətində oyuncuların bəzilərinin oyuna gələ bilməməsidir və bu səbəbdən komandaya texniki məğlubiyyət verilir. Buna baxmayaraq uşaqlar, digər oyuncular oyuna gəldiklərinə görə belə qərara gəldi. Məşqçilər ki, uşaqlar öz aralarında oyun oynasınlar. Beləliklə, Rofum və Bayer Baku komandası arasında oyun başlayır. Bəli, rəqib komandada, Bayer komandasında 5 oyuncu olduğuna görə 17'də başlayacaq. Rofum komandasında sayı azalır, 5 oyuncuya salınır və beləliklə oyun başlayır. Abbas. El oyun. Var idi yox. Hakim el oyundan öncə oyunu saxlamışdı. Bayer Baku komandasının qapısına oyunun şərtlərini izah edib və ona şərtlərə riayət etməyi tələb edir. Bayer Baku komandasından out və burada isə top Məhəmmədə dəyərək oyundan çıxır. Üçüncü zərbə yerinə yetirir Bayer Baku komandasının oyuncuları. Out Rofum. Beləliklə Bayer Baku və Rofum komandalarının qarşılaşmasında texniki məğlubiyyətə baxmayaraq oyun davam edir. Çox əslində doğru qərardır. Çünki uşaqlar oynamalı. Çünki əsas məqsəd uşaqların oyun təcrübəsinin artmasıdır U9 liqasında. Komandaların heyətinə gəldikdə Bayer Baku komandasında 10 nömrə Raul Abbaslı, 4 Raul Musayevdir, 8 Fatih, 11 Yusif, 1 nömrə qapını isə Ayxan qoruyur. Rofum komandasında isə qapını Tuncay qoruyur. 33 nömrə Ağabala, 66 Abbas, 6 Məhəmməd, 10 isə Riyad. Abbas top hələ keçirir. Ağabalaya ötürmə. Abbas qapıya zərbə. Biraz tələsdi Abbas. Ağabala. Out Rofum. Ağabala qapıya zərbə. İkinci zərbə yerinə yetiriləcək. Abbas ötürmə Məhəmmədə çatmır. Yenidən ikinci zərbə yerinə yetirəcək Rofumlar. İkinci zərbə təkrarlanır. Yenidən Abbas Riyadla oynayır. Riyad Tuncay burada yaxşı oynayır. İkinciden zərbə Bayer Baku komandası yenidir. Tuncay yenidən ikinciden zərbə olacaq. 4 nömrəli oyuncu Oral oyuna topu daxil edir. Tuncay topu tutur. Abbas
Ağabala topu çıxarır. Out Bayerbak komandası. Raul. Abbas. Abbas. Məhəmməd. Künzə zərbə. Qapıya doğru zərbə. Tuncay. Yaxşı oynayır. 50 oyun. Rofum komandasının qapısına doğru cərmə zərbəsi təyin olunur. Cərmə zərbəsini yerinə yetirən oyuncu isə Fatihdir, 8 nömrəli oyuncu. Fatihdən qapıya zərbə, top qapının üstündən keçir. Məhəmməd. Abbas. Tuncay. Tuncay. Out Bayerbak'ın. Out Rofmun. Riyad dərhal. Out'u yerinə yetirir. Ağabala. Ağabala burada top itirir. Yox, təzdən Ağabala top ələ keçirir. Ağabaladan qapıya zərbə. Qapçı hər şeyi görürdü. Riyad. Out Rofmun. Ağabala top ələ keçirir. Ağabala irəli. Abbas'a ötürmə. Abbas. Qapçı çox yaxşı oynadı burada. Riyad. Hakim qərarı. Out. Bayerbak'ın. Abbas topu satır. Out Bayerbak'ın. Yok, Rofmun. Evet. Bayerbak'ın oyuncusuna diyerek top oyununa terk etmişti. Riyad. Riyad burada səhv yol versə də dərhal öz səhvini sığortalayır. Rofum komandasında isə oyuncu dəyişikliyi baş verir. Tam heyət çıxır demək olar ki, yeni bir heyətrə daxil olur Rofum komandası. Tuncay irəliyə doğru top atır. Tamerlan. Top vaxtdan çıxır. Arda. Fuat. Tamerlan. Fatih. Out Rofmun. Tamerlan dərhal oynuyor. Arda. Sürətin. Tamerlan. Arda. İkinci dəfə Rofum qapısında təhlükəli. Rofum rəqib qapısında təhlükəli vəziyyət yaratdı. Növbət dəfə. Qapçı çox yaxşı oynayır Bayerbak komandasında. Tamerlan. Tamerlandan Arda'ya ötürmək isə geri dəqiq olur. Ötürülmə Arda'ya çatmır.
Fatih. Arda. Arda. Burada ise hakim oyunu saxlayır. Zərbə zərbəsi təyin edir. Hakim fikrincə 8 nömrəli oyuncu Fatih Çobud oynamışdı burada. Cərimə zərbəsini isə Rofum komandasında Fatih yerinə yetirəcək. Qapıya doğru zərbə, top qapının üstündən keçir. Rofum komandasında az önce bildirdik ki yeni heyət daxil olub. Yeni heyətdə 55 Fatih, 99 Tamerlan, 7 Arda, 4 nömrə Fuat oyuna daxil olan oyuncular arasındadır. Fuat alt yerini yitirir. Tamerlan yeniden Outrof mu? Yok, hakimin kararına göre top Bayır komandasının Rofum komandasının 99 numaralı oyuncusu Tamerlan'la oyunu terk edip Fatih yaxşı oynadı. Lafa Tamerlan Arda top ele keçirir. Rofum komandasının hücumunu izləyirik. Yenə də Ayxan qapını çox yaxşı qoruyur Bayraq komandasında. Fuat, Tamerlan, Arda. Arda kapıya zərbə! Gol! Biraz mübahisəli ola bilərdi. Top daxil oldu qapı çərçivəsi yoxsa yox. Amma Tamerlan nöqtəni qoyur. Bir 0 Rofum komandası. İrəldədir. Arda top elə keçirir. Ötürmə Tamerlan çatmır. Fatih qapıya doğru zərbə. Top qapının üstündən keçir. Düzgün qərardır Fatih'in qapıya zərbəsi. Tamerlan, Arda qapıya doğru zərbə. Qaydan top. İkinci zərbə vurulacaq mı? Fuat! Fuat'ın zərbəsine imkan vermir rəqib oyuncular. Fatih burada yaxşı oynayır. Təhlükənin böyüməsinin qarşısını alır. Arda, Tamerlan, Fatih. Bayır komandasında Yusuf güzel ilerlirdi. Onun karşısını Rofum komandası alır. Arda top ele keçirir. Arda. 200'den zərbə olacaq yoksa serbest zərbələ qapçı Ayxan topu ona daxil edecek. Arda top Fatih'ten çıxır 8 nömrə oyuncudan.
Fuat. Hakim Arda'ya karşı çobudluq olduğunu bildirir ve Bayır komandasının qapısına doğru cərimə zərbəsi təyin edir. Arda özü də cərimə zərbəsini yerinə yetirəcək. Arda rəqib oyunçusuna dəyərək istiqaməti dəyişir top. Arda yenidən zərbə. Top qapının üstündən keçir. Arda top ələ keçirir. Yok, burada top itildi. Fatih top oynamıştı Fatih. Fatih'in zərbesi tam Erlan'a değir. Geri kaydır. Tam Erlan. Arda buradaysa Tamerlan ve Vural arasında mübahisə yaranır. Hakim onu saxlayır. Hər iki oyuncu yanına çağırır. Xəbərdarlıq edir. Burada isə hakim yenidən topu qapıçıya Ayxana ötürməyi tələb edir. Ayxan yenidən topu oyuna daxil edəcək. Tamerlan yürüyemez burada. Arda ise rəqibin hücum şansını sıfıra indirir. Fatih top ələ keçirir. Tamerlan ötürmə. Arda. Tamerlan. Top Tamerlan çatmır. 8 nömrə oyuncu Fatih ise topu oyundan çıxarır. Tamerlan. Üçüncüdən zərbə. Arda. Arda burada. Vural'a karşı. Çok oynamıştı. Bayır Bakurov komandalarının karşılaşmasında birinci hissənin 18 dəqiqəsi geride qalıb. Xatırladaq ki, Bayır Bakur komandasında oyuncuların sayı yeter sayı olmadığına görə onlar bu günləri texniki məğlubiyyət alırlar. Buna baxmayaraq məşqçilərin qərarına əsasən uşaqlar öz aralarında oyun keçirirlər. Rofun komandası bir xalla irəlidə hal-hazırda 1-0 belə deyək. Uğur. Bu arada Rofun komandasında 8 nömrə Nihat ve 17 Uğur oyuna daxil olub. Nihat. Oyundan önce Nihat bugün gol vurmaq istədiyini bildirmişti. Görək istəyinə nail olacaq mı? Burada ise Nihat zərbəni vura bilmədi. Rəqib onun ayağına. Burada Nihat biraz əzilib. Hər şey yaxşıdır, oyun isə davam edir. Bəli, biraz önce bildiğimiz gibi Nihat gol vurmaq istəyir bugünkü oyunda. Altısı Bayır Bakı komandasında.
Burada ise Fatih rəqib oyunçuya qarşı çobulluq etdi. Hakim isə dərhal onu saxlayır və cərimə zərbəsi təyin edir. Cərimə zərbəsini isə 8 nömrəli oyuncu Fatih yerinə yetirəcək Bayer Bakı komandasında. Qapıya doğru zərbə. Fatih çox anal getdi. Zərbənin beləliklə qapıya doğru zərbə Tuncay. Tuncay yaxşı oynayır burada. Küncdə zərbəni izləyəcək Bayer Bakı komandasının timsal. Fatih. Tuncay topu keçirir və beləliklə Hakim oyunu dayandırır. Birinci hissə bitir. Rofun və Bayer Bakı komandaları arasında keçirilən U9 liqasında oyunun birinci hissəsində hesab 1-0 Rofun komandasının xeyrinədir.